Zəfər necəsən? Sağ ol, İndi sən namazımı qıldım. Allah qəbul etsin. Rükün eləmək yadımdan çıxmışdı. Hı. Sonra səhv səzdəsi elədim də yerinə yetirdim. Yo, namazın batildir də. Niyə ki? Çünki namazda 5 dənə əməl var ki, bunlar namazın rukunu hesab olunur. Rukusu yox, rukun. Rukun hesab olunur. Rukun nədir? Yəni sən namazda o əməli bilərək eləsən və yaxud da eləməsən, namazın batildir. O 5 əməldən biri də rukudur. Yəni sən rukunu bilərəkdən və yaxud da bilməyəkdən eləməsən və yaxud da 2 dənə ruku eləsən, namazın batildir. Gəl demişkən 4 dənə əməl də deyim sənə. Digəri niyyətdir. Məsələn, şərt deyil ha, dildə deyəsən və yaxud ürəyindən keçsin desən. Namaz qılsan amma bilmirsən hansı namazı qılırsan. Bu namazı batil edir. Digəri isə təkbirətül ehramdır. Yəni namazda niyyətdən sonra deyilən Allahu Əkbərdir. Digər namazın əməllərindən sonra deyilən Allahu Əkbərlər ki var, məsələn rukudan, səcdədən və s. sonra. Bunlar müstəhəbdir. Yəni desən də məsələ problemi yoxdur. Amma niyyətdən sonraki təkbirətül ehramı demək vacibdir. Yəni yadından çıxsa, bilmərəkdən deməsən və s. bu cür olan hallarda namazın batil hesab olunur. Üçüncüsü isə rukuya birləşik olan qiyamdır. Yəni insan həm rukudan əvvəl, həm də rukudan sonra qiyam halında olmalıdır. Məsələn, rukuya getdin, rukudan qalxanda qiyam halında olmalısın, sonra səcdəyə getməlisən. Bəzi insanlar var ki, biz qabaq görürdük ki, rukuya eləyirlər, sonra tam olaraq qiyam halı almamış, az bir miqdarda qalxıb səcdəyə gedirdilər. Bu namazı batil eləyir. Və rukunu dedim bayaqları və son olaraq 5-ci də budur ki, hər rəkətdə 2 səcdən ikisi birlikdə bir rukun sayılır. Aydındır? Bəli. Yəni birini yaddan çıxartsan, səcdə səhv vacib olur sənə. Amma ikisini də eləməsən, artıq namazın batil. Onda namazımı təzəliyim. Bəli, sən zəhmət olmasa dur, get namazını təzələ.